Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme aczil veliyyekel fərəc. Məkasib kitabından 420-ci dərsi oxuyuruq. Məlumdur ki, bəhsimiz Məkasib kitabında Ğina bölümündən gedir. Və bu barədə neçə dərs oxumuşuq və nəticə bu oldu ki, ğina haramdır və dinimizdə yol verilməzdir və özü də ki, bu cəhətdən haramdır ki, orada ləhv var. Ləhvə də ki, təbii ki, biz məna eləmişik, tərcümə eləmişik. Azərbaycan dilində ləhvin mənası neçə dənə idi? Biri də əylənmək mənasında idi. Və keçən dərsimizdə də qeyd elədik, fərqi yoxdur. Belə bir keyfiyyətdə səsi ucaltmaq, oxumaq, istəyir Quran ayəsi olsun, istəyir dua olsun, istəyir mərsiyə olsun, istəyir roza olsun. Bütün hallarda, əgər orada ğina varsa, o oxumaq haramdır. Və mərhum Şeyx Murtəza Ənsari buyurur, şeytanın insanı allatmaq üçün əsas yollarından da biri belədir. Bəzən görürsən bir kişi öz günahlarını gizlədir və öz nəfsinin sevincli olmağı üçün və xoşuna gəlmədiyi şeydən uzaq olmaq üçün və ləzzət almaq üçün və yorğunluğunu, tənbəlliyini özündən uzaqlaşdırmaq üçün bəzən zəmzəmə eləyir. Zəmzəmə, yəni bir şeiri bəzən götürür ki, zəmzəmə eləyir və oxuyur və bəzən mərsiyə kimi oxuyur. Özü oxuya bilmirsə, bəzən oxuyanın yanına gedir. Bununla nəzərdə tutur ki, mən mərsiyə oxudum, qəmləndim, əhl-i beytə məsələn əza saxladım və böyük bir mərtəbəyə nail oldum. Və lakin şeyx buyurur, həmən insan bu hərəkəti eləməklə artıq özünü cəhənnəmin birinci pilləsinə saldı. Bəzən bizim ürfümüzdə musiqi gətirirlər, xanəndə gətirirlər. Deyirlər ki, o yorğunluğumuz çıxsın, rahatlıq əldə eləyək. Bəzən görürsən, möminlər məscidə gedirlər və yaxud bir evdə mərsiyəxan gətirirlər, şeir oxuyan gətirirlər və ortada da bəzən ağlayırlar. Nəzərdə tuturlar ki, biz böyük bir məqama çatdıq. Mərhum şeyx buyurur, xeyr, bunlar cəhənnəmin birinci qapısından daxil olurlar. İndi oxuyaq mərhum şeyxin
sözlərini. Buyurur, və min ovzəhi təsvilat-ı şeytan. Şeytanın insana iğva eləməyi, insana əhatə eləməyi və insanı azdırmaq üçün ən vazih, ən aşikar yollardan biri də budur. Hansıdır? Bu, ennər-rəculil mustatir. O kişi ki, öz günahlarını örtür, qəd tədəuhu nəfsəhu ləəcli təfərruc və tənəzzüh və tələzzüz ilə ma yucib nişatə. Bəzən kişi öz nəfsini, o kişi ki, günahlarını gizlədib, o kişi öz nəfsini dəvət eləyir. Nəyə dəvət eləyir? Nə üçün dəvət eləyir? Ləəcli təfərruc. Sevinmək üçün. Və tənəzzüh. Xoşuna gəlmədiyi işlərdən uzaq olmaq üçün. Və tələzzüz. Ləzzət almaq üçün. Nəfsi ləzzət almaq üçün. Dəvət eləyir nəfsini ilama. O şeyə ki, yucib nişatəhu. O səbəb olur onun sevincinə. Və rəf'ul kəsalə ənhu. Və tənbəlliyi özündən uzaqlaşdırmaq üçün. Nəyə dəvət eləyir? Minəz zəmzəmətil mulhiyyə. Başlayır bir şeiri zəmzəmə eləyir, bir halda ki, bu ləhvədir. Fəyəcəl zəlikə fi beytin minəş-şeyril mənzum fil hikəm vəl mərasi. Bəzən görürsən bunu bir otaqda qərar verir və nəzmə çəkilmiş şeirlər, hikmətə aid olan şeirlər və mərsiyyələr oxuyur və zəmzəmə eləyir. Və nəhvəha və bunlara oxşar olan şeyləri fəyətəğənnibi və qina eləyir. Av yəhzur indən mən yəfəlu zalik. Ya özü oxuya bilmir, bir dənə xanəndə gətirir. İndi təəssüflər olsun ki, bəzən namaz qılanlar birini gətirir. Deyir, oxu ginən qəlbimiz biraz rahat olsun. Buyurur, bir kişi ki, günahkardır, günahlarını gizlədir, tövbə eləmək əvəzinə və özünü, belə deyək, rahat eləmək üçün nəzərdə tutur ki, belə bir şeirlər oxuyum, belə bir mərsiyyələr oxuyum, belə hikmətli şeylər oxuyum, zəmzəmə eləyim, qina eləyim və özümü böyük bir mərtəbəyə çatdırım. Və bunları eləyir, amma bilmir ki, bu özünü cəhənnəmə salır. Və mərhum şeyx buyurur, və rubbama yuaddu məclisən. Çox vaxt görürsən ki, belə bir kişi bir məclis qərar verir. Ləəclə ihzari əshabul əlhan. Həmən məclisə ləhn əshabını, yəni o şəxsləri ki, qina eləyirlər, ləhv-u ləhvlə məşğuldular, onları dəvət eləyir o məclisə. Fəyusəmmihi məclisəl mərsiyyə. Və həmən məclisi mərsiyyə məclisi hesablayır. Deyir, mən əza məclisi qurmuşam, mərsiyyə məclisi qurmuşam. Fəyəhsulu ləhu bezalikə ma la yəhsulu ləhu min zərbil ovtar minən nişad vəl-inbisat. Həmən bu qurduğu məclisdə tardan, sazdan ona hasil olandan da daha çox hasil olur. Yəni bu tar çalsaydı, saz çalsaydı, nə qədər sevinç gələrdi buna? Belə bir məclisdə
daha sevinci çox olur. Fəyəhsulullahu bezalikə, belə bir məclisi qurmaqla onun üçün hasil olur. O şeylər, o sevinclər ki, la yəhsulullahu min zərbil ovtar minən nişat vəl embisad. Yəni, tar çalıb nə ləzzət alardı, o azdır ki, belə məclisdən o tar çalmağın ləzzətindən daha çox əldə eləyir. Və rubbama yəbqi fi xilali zalik. Bəzən görürsən, belə bir məclisdə şəxs ağlayır. Niyə ağlayır? Ləəzləl humumil mərkuzə fi qəlbihil qaibə ən xatirihi. Çünki onun qəlbində bəzən görürsən, əvvəldən müəyyən qəm, qüssə mövcududur. Onun xatirində qəm, qüssə mövcududur. Yadına salır, başlayır ağlamağa. Min fəqdi ma yəstəhziruhul quvvə şəhəviyyə. Bəzi şeylər onun xatirindən qalıbdır və istəyir ki, o şeylər həyata keçsin, o şəhvət qüvvəsinə görə onlar üçün ağlayır. Yadına düşür keçmiş bu günahlar. İstəyir onlar yenə də bərpa olsun, başlayır ağlamağa. Və yətəxəyyəl ənəhu bəqa fil mərsiyyə. Və belə bir şəxs belə xəyal eləyir ki, elə mən mərsiyəyə görə ağladım. Əhl-i beytə oxunan bu şeirlərə görə ağladım. Və fazə bil mərtəbətil aliyyə. Və belə başa düşür ki, mən bir uca mərtəbəyə çatdım və feyz aldım. Və lakin fəqət əşrəfə ələn nuzul ilə dərəkatil haviyyə. Və lakin bu şəxs haviyyə cəhənnəmin adıdır. Cəhənnəmin lap o aşağı təbəqəsinə özünü salıbdır. Ona görə də mərhum şeyx buyurur, bunları buraxın, günahlara tövbə eləyin. Fəla məlcə illa iləllah min şərri şeytan və nəfsil qaviyyə. Sizin üçün yalnız və yalnız şeytanın və nəfsin şərrindən uzaq olmaq üçün pənahkah Allahdır. Allahdan başqa pənahkahınız yoxdur. Şeytanın şərrindən, nəfsivizin şərrindən özünüzü qurtara bilməzsiniz. Nəticə etibarı ilə mərhum şeyx bunu demək istəyir ki, bəzən insanlar istəyirlər, yaxşı iş görərlər və lakin lap özünü o cəhənnəmin birinci mərtəbəsinə salırlar. İstəyirlər, feyzə çatarlar və lakin o əməlləri ilə özlərini lap o kiçik şeylərə düçar eləyirlər. Ona görə də gərək diqqətli olasan, fərqi yoxdur. Mərsiyə oxuyasan, Qur'an oxuyasan, dua oxuyasan, roza oxuyasan, gərək qınanı gözləyəsən, qına həddinə çatdırmayasan. Əgər qına həddinə çatdırsan, artıq sənin o gördüyün iş şeytan istədiyidir, Allah istədiyi deyil. Təəssüflər olsun, biraz bu şeylərə insanlar yaxşı diqqət eləmirlər və deyilənlərə də qulaq asmırlar və nəticə etibarı ilə həm özlərini, həm insanları cəhənnəmlik eləyirlər. Elhamdülillahi Rabbil aləmin.